وعليك باتباع الوحيين الكتاب والسنة واتباع سلف الأمة. Əs-səbatu vəl-istiqrar vəl-xulud, sabitlik və qalıcı olmasıdır. Yəni, bu əqidə sabitdir, bərqərar olan bir əqidədir və eyni zamanda qalıcıdır. فَلَقَدْ ثَبَتَتْ أَمَامَ الضَّرَبَاتِ الْمُتَوَالِيَةِ الَّتِي يَقُمْ بِهَا أَعْدَاءُ الْإِسْلَامِ İslam düşmənlərinin davamlı şəkildə həyata keçirdiyi zərbələr qarşısında sabit qalmışdır. Yahudi, Xristiyan, Məcus və digər İslam düşmənlərinin zərbələri qarşısında sabit qalmışdır. فَمَا أَنْ يَعْتَقِدْ هَؤُلَاءِ أَنَّ عَظْمَهَا قَدْ وَهَنَ وَأَنَّ جَذْوَتَهَا قَدْ خَبَتْ وَنَارَهَا قَدْ انطَفَتْ حَتَّى تَعُودْ جِذْعَةً نَاصِعَةً نَقِيَّةً. Və onlar bu İslam əqidəsinin sümüyünün zəiflədiyini və onun közünün söndüyünü və alovunun, atəşinin söndüyünü güman etdikləri zaman artıq bu əqidə pak, parlaq şəkildə ortaya çıxmışdır. Fəhiyyə səbidətun ilə qiyamis-səə. Yəni, bu əqidə qiyamətə qədər, qiyamət qopanadək sabitdir. Allahın qoruması ilə qorunur və nəsillər bunu bir-birinə ötürür. Ləm yətətarraq iləyhə təhrif, əv təbdil, əv ziyadə, əv nıqsan və buna heç bir təhrif, təbdil, yəni dəyişmək, təhrif olunması, əlavələr və naqisliklər toxunmamışdır. Necə də ki, bu sabit və davamlı, qalıcı bir əqidə olmasın, Allah Teala onu qorumağı öz üzərinə götürmüşdür və heç kəsə bunu buraxmamışdır. Necə ki, Allah Teala Hicr surəsi 9-cu ayədə buyurur: İnna nahnu nazzalna zikra və inna lehu lehafizun. Yəni, biz bu zikri, Qur'anı nazil etdik və biz də onu qoruyacağıq. Və həmçinin Allah Teala Saf surəsi 7-8-ci ayədə buyurur: Yuridunə liyutfi'u nurallahi bi afvahihim vallahu mutimmu nurihi vələv kerihəl kafirun. Onlar Allahın nurunu söndürmək istəyirlər. Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah Teala öz nurunu tamamlayacaqdır, kafirlər istəməsə də. İslam əqidəsinin sabit, davamlı olmasına dəlalət edən misallardan Əhl-i-Sünnə vəl-Cəmaənin sifət, əqidə, yəni Allah Teala'nın sifətləri və qədər, şəfaət və digər mövzularda olan sözləri sabitdir. Kullu zəlikə la yəzəlu mahfuzan kəmə nuqilə anis-sələf. Bütün bunların hamısı qorunmuş halda davam edir. Sələflərdən nəql olunduğu kimi. Digər dinlərin, digər millətlərin əksi olaraq və digər tayfaların, azmış tayfaların, dağıdıcı fikirləri olan tayfaların əksi olaraq Yahudilər, Xristiyanlar dəyişdilər, onlar təhrif etdilər və digər firqələr də həmçinin onlar öz əsasları üzərində sabit qalmadılar. Thumma inna tilkal aqaid la tamliku sifatal xulud vel istimrar və həmçinin o əqidələr qalıcı və davamiyyət sifətinə sahib deyildir və nə qədər böyük olsa da, gözəl göstərilsə də فَإِنَّهَا لَا تَبْقَى زَمَنًا طَوِيلًا uzun müddət qala bilmir, davam edə bilmir. عَلَى كَثْرَةِ التَّغَيُّرَاتِ وَاخْتِلَافِ التَّطَوُّرَاتِ və bu da dəyişikliklərin çoxluğuna görə və həmçinin inkişafın müxtəlif olmasına görə فَمَا أَنْ يَشْتَدُّ عُودُهَا وَتَقْوَ شَوْكَةُ حَتَّى تَبْدَى بِالزَّوَالِ وَالْفَنَى və elə güclənməyə başlayan kimi və bu yox olmağa başlayır.
لِأَنَّهَا مِنْ صُنُعِ الْبَشَرِ النَّاقِصِينَ فِي عِلْمِهِمْ وَحِكْمَتِهِمْ. Çünki bu digər əqidələr naqis bəşərin düzəltdiyi, yəni elmində və hikmətində naqis olan bir bəşərin icad etdiyi, ortaya çıxartdığı bir şey olduğuna görə. وَلَا أَدَلَّ عَلَى ذَلِكَ مِنَ الشِّيُوعِيَّةِ الَّتِي مَلَأَتِ الدُّنْيَا ضَجِيجًا وَصُرَاخًا. Və buna da ən güclü dəlalət edən kommunizm idi. Hansı ki, dünyanı səs-küy ilə doldurmuşdu. وَمَا أَنْ بَلَغَتْ أَوْجَ مَجْدِيَ حَتَّى اِنْفَرَدَ عَقْدُهَا. Və öz zirvəsinə, şan şöhrətinin zirvəsinə çatdığı zaman, yəni bu kommunizm söküldü və dağıldı. Və həmçinin İslam əqidəsinin xüsusiyyətlərindən 10-cu, ənnəhə tərfa'u qadra əhlihə, öz əhlinin dərəcəsini, qədrini qaldırır. Kim onu etiqad edərsə və onunla elmini artırarsa, onu yaxşı bilərsə və həmçinin onun tələb etdiyinə əməl edərsə və insanları ona çağırarsa, Allah Teala onun dərəcəsini qaldırar, onun zikrini qaldırar və onun fəzilətini insanlar arasında yayar, həm fərd olaraq və həmçinin cəmaat olaraq. Zəlikə ennəl aqidətəs sahihə hiyə afdalu məktəsəbəthul qulub. Və bu da ona görədir ki, sağlam əqidə, doğru əqidə qəlblərin qazandığı ən əfsəl, ən üstün bir şeydir. Və xeyru mə ədrakəthul uqul. Ağılların dərk etdiyi ən xeyirli bir şeydir. Fəhiyyə tuthmirul məarifən nafi'ə. Bu, faydalı bilgiləri ortaya çıxardır. Uca əxlaqı, bunun səmərəsi ilə uca əxlaqdır. Əlləti mən ittasafa bihə tənəhə fadluhu və kəmulə su'dəduhu və alə beynən nəsi qadruhu. Kim bu əqidə ilə sifətlənərsə, onun fəziləti qalxar və onun üstünlüyü kamilləşər və həmçinin insanlar arasında dərəcəsi ucalar. Fəl-fadlul haqiqiyyu əlləzi la yudanihi fadl. Yəni bu elə bir fəzilətdir ki, buna yaxın başqa bir fəzilət ola bilməz və həmçinin buna yaxın başqa bir şərəf ola bilməz. İnnəmə huvəs-sə'yu fi turuqul kəmal. Çünki bu kamillik yollarını əldə etməyə səy göstərməkdir və həmçinin fəzilətlə bəzənməyə həris olmaqdır və digər rəzalətdən insanın uzaq olmasıdır. Və hədəl fadlu huvəl-ləzi yuraqqil qulub. Yəni bu o fəzilətdir ki, qəlbləri qaldırır və nəfsləri təmizləyir və həmçinin insanın bəsirətini pak edir və əhlini uca qayələrə çatdırır, uca məqamlara çatdırır. Və huvəl-ləzi yərfa'ul umam ilə zirvətil izzi və şəraf. Və ümmətləri izzətin və şərəfin zirvəsinə qaldırır. Həttə təhrizəl həyat-ı tayyibə fil-ulə. Və bununla bu dünyada xoş həyatı, xoşbəxtçiliyi insana zəmanət verir və həmçinin axirətdə də əbədi səadəti. Və aslu zəlikə və əsasu əl-aqidə sahihə. Və bunun da əsli, əsası sağlam əqidədir. Allaha iman, mələklərə iman, kitablara iman, rasullara, qiyamət gününə, qədərin xeyrinə və şərinə iman üzərində qurulan sağlam əqidədir. Və mə yetbə'u zəlikə min a'malil qulub. Və buna tabi olan qəlb əməlləridir. Hansı ki, onların da əsası Allaha yönəlmək və qəlbin digər istəklərini ona çəkmək, ona tərəf çəkmək, ma'al qiyam bi şəra'i zahira və eyni zamanda da zahiri ayinləri yerinə yetirməklə. Və mə yetbə'u zəlikə minəl qiyami bi huquqil xalqi kəffə. Və həmçinin buna tabi olan digər, yəni haqları, yəni insanların haqlarını da yerinə yetirməklə olur. Allah Teala buyurur: "Yerfa'illahul-lezina amanu minkum vellezina utul ilme daracat." Allah Teala sizdən iman verilənlərin və iman gətirənlərin və elm verilənlərin dərəcəsini qaldırar.